Bakıya bahar yox, sanki yay gəlib. Yayda nə etmək lazımdır? Sərinləmək lazım. Bax, hamı kimi mən də matcha seçirəm. Ice matcha. Bir dənə Salam, xoş xanımın- gördük. Salam, xoş gəldiniz. Mənə nə verə bilərsən? Ən gözəli ice strawberry matcha. Ice strawberry matcha. Bəli. Hətta bizdə burada desertlərimiz də var, düzdürmü? Bəli, təzə gələn banka desertlərimiz var, 5 çeşid. Mən istəyərdim o banka desertinin dadına baxam. Okey, onun da matchalısı var, onu da verə bilərik. Matcha alsın. Okey. Strawberry matcha. Qaldı dadına baxmaq. Həqiqətən, bax, mən bu dad üçün çox darıxmışdım. Və bizim desertimiz hanı? Bu bizim təzə desertimizdir, bizə xas desert. Normalda strawberry, püre, matcha və piçenidir. Bu da kaviar tiramisudur, bu şəkildə. Üstü Braziliya şokoladı, kaviarı, altı da tiramisu. Sanki qara ikradır. Amma bu əslində desertdir. Mən dadına baxaq. Dadı isə inanılmaz dadlıdır. Möhtəşəm. Yəni, bu cür yenilikləri yalnız matcha eləyir. Əsas məsələ, düz mən bunun eşqi ilə gəlmişdim. Bir də matchanın, amma o birisi daha çox dadlı oldu. Çox əla, çox ləzzətlidir. Yəni, siz də bunları dadmaq istəyirsinizsə, gələ bilərsiniz Yarmarkaya bulvardakı. Baxın, bir də bu-havaya bax. Hər kəs buradadır, evdə oturmur. Bax, bunu buradan alıb, rahatca yeyə-yeyə də buranı, bu gözəlliyi gəzə bilərsiniz. Topuzda matcha hər zaman kimi möhtəşəmdir. Hər zaman kimi bu gün də məni təcrübələndirməyə bacardı. Sağ ol. Nazlan kimi. Şirinliyyət qalmayıb yemişəm. O qədər dadlıdır ki, bir-bir də yaxmışam, burada gedirəm. Özüm üçün burada məclis qurmuşam. Yavaş-yavaş matchadan yeyirəm. İnanın, çox dadlıdır. Heç kimə deməyin ki, gəlib az qalıb, yeyib qurtaracaqlar. Burada degustasiya gedir. Bilmirlər hansından alsınlar. Baxın. Aha, paproboy. Artık buna girdi. Xoşuna gəldi. Sən də bax. Alırsınız da. Görsən, artıq da mən satış edirəm.